Möhtərəm müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə nəzər salsaq, görərik ki, qurban kəsməyin hökmü gücü çatan insanlar üçün vacibdir. Kimlər ki buna qadirdir, gücü çatır, imkan baxımından onlara qurbanı kəsmələri vacibdir. Necə ki, hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim qurban kəsmirsə bizim musalləmizə, yəni namazgahımıza yaxınlaşmasın. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər il, hər ev əhlinə qurban kəsmək düşür. Yəni onların üzərinə qurban kəsmək düşür. Qurban kəsməyə gücü yetən, qadir olan insanların qurban kəsməsi vacibdir. Qurban kəsməyin vaxtı məsələsi, qurban kəsməyin vaxtı bayram günü, bayram namazı qıldıqdan sonra başlayır. Bayram namazını qılmazdan əvvəl kəsilməsi icazəli deyil, qadağandır. Amma qurban kəsməyin son vaxtı isə qurbanın 4-cü günü, yəni bayramın 4-cü günü məğribə qədər, yəni gün batana qədər qurban kəsilməlidir. Ondan sonraya qurban gecikdirilməməlidir.